Xəbər verdiyimiz kimi noyabrın 11-də Azərbaycan-Gürcüstan sərhədində Türkiyə Silahlı Qüvvələrinə məxsus C-130 tipli təyyarənin qəzaya uğraması nəticəsində təyyarədə olan 20 hərbiçinin hamısı həlak olub. Həlak olan əsgərlərdən 19-u bugün doğma şəhərlərində keçirilən mərasimlərlə torpağa tapşırılıb. Yalnız şəhid pilot Gökhan Qorxmazın dəfn mərasimi noyabrın 15-i İstanbulda keçiriləcək. Türkiyədə yol qəzasında həlak olan azərbaycanlı jurnalist Emin İbrahimovun cənazəsi Bakıya gətirilib. Bu barədə mərhumun atası Rəşid İbrahimov məlumat verib. Emin İbrahimov bugün Xırdalan qəbirstanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, dostları və həmkarları iştirak ediblər. Qeyd edək ki, 44 yaşında vəfat edən jurnalist Euronews telekanalında fəaliyyət göstərirdi. O, xüsusilə 44 günlük vətən müharibəsində hazırladığı reportajlarla tanınıb.